Sualınız. Keçdim növbəti səhifəyə. Burada sualınız 27-ni. 27-də sadəcə baxırsan ki, 60 dərəcədə hansı yüksəkdirsə onu seçirsən də. Bax 60 dərəcəyə bax. Hansının KH yüksəkdirsə o daha yaxşı həll olur deməli. Hansının KH yüksəkdir? Sırayla düzməlisən də yavaş-yavaş. Aşağıdan yuxarı. Ən aşağının atrıqlar olur, sonra miski sulfat gəlir, sonra NH4 olur. Bu sırayla da düzürsən. 60 dərəcədə hansının daha KH yüksəkdirsə o daha yaxşı həll olur. Sonra Ha, mən də olsun eləmişim. Ən yüksək olanlar. Dedimlər başqa bir həll var orada. Burada yox. gəldik bu səhifədə. Yəni başqa heç kimin sualı yoxdur. Ay Bilal, sualın yoxdur. Aylin, Bilal, Röya. Heç kimin sualı yoxdur. Əli Kiram, səsin çıxmır. Deyəsən işləmir. Mənim dəftərim evdədir. Mən başqa yerdəyəm. Nənəmgildəyəm. Dəftər evdə bilmirəm bunu. Yaxşı, burada hansı sual? 39 var məndə. 39. 38, 37, 39. 38, 39. Hə, 38, 39. 37 düzdür. Bəli. Bəli. Hı -hı. 37-ni onda izah elə, əgər düzdürsə. Kim? Sən, Bilal. Tamam lan. 37 mən burada deyir ki, qrafik verib, qrafiklə əldə olma əyrilərinə əsasən ifadələri doğrudan yəni. Mən birincidə deyir T1 temperaturuna Z-nin həll olması daha azdır. Mən bu düzdür, çünki T1 temperaturu X-ə yaxındır. Z-dən aralıya həll olma Z-də daha az olur. İkincidə deyir T2 temperaturda Z-nin həll olması Y-in həll olmasından azdır. T2 temperaturda mən baxırıq. Aha, mən burada görürük ki, T2 Z-yə Y daha yaxındır. Mən həll olması Z-yə baxanda ikincisini düz götürürük. T1 temperaturunda maddələrin həll olma ardıcıllığı, yəni burada verildiyi kimdir? Mən bu səhvdir. X aralarındakı ən böyüdür. Bəli, T1-dən yuxarı qalxanda görürsən ki, Z-də kiçik. Yəni cavab olur variantı orada. 38-ci sualda belədir. Deməli 30 dərəcədə 200 qram suda X duzunu həll etdikdə 250 ml məhlul alınır. Həmin temperaturda bu duzun həll olma əmsalı 500 qram bölünmüş litr olarsa, alınmış qoymuş məhlulun sıxlığını müəyyən edin. Birincisi qırağa yazıram ki, sıxlıq deyirsən n bərabərdir rho v ifadəsindən istifadə edəcəm. Və həll olma əmsalı 500 qram bölünmüş litrdir. 200 qram suda da deməli X duzunu həll etdikdə 250 ml məhlul alınır. Burada 1000 litr həll olma əmsalı 500 qram bölünmüş litr nə deməkdir? Yəni 1 litr suda 500 qram maddə həll olur. Deməli məhlulun kütləsi eləyəcək 1500. Məhlulun kütləsi eləyəcək 1500. Mən bunu tapıram. Çünki sonda məndən məhlulun sıxlığını istəyir, məhlulun sıxlığını. Deməli 1 litr suda 500 qram maddə həll olur. 1 litr suda, bir dənə suda biz dediyim kimi 1 litr su 1000 ml-dir və 1000 ml-i 1000 qrama bərabər edib götürə bilərik. Niyə? Çünki suyun sıxlığı 1-ə bərabərdir, 1-dir. Əgər sıxlıq 1-dirsə, onda kütlə neçədirsə həcmi də elə götürə bilərik də. Bir dənə suda bu ödənilir. Yəni məhlulun nə qədərdir? M məhlul bərabərdir 1500. Əgər həll olma əmsalı deməli 500 qram bölünmüş litrsə, məhlulun kütləsi eləyəcək 1500. İndi əgər mənim suyum 1000 qram olarsa, məhlulun kütləsi 1500-dür də. Görürsünüz necə elədim? 500 qram duz və 1000 ml su, o da 1000 qram su. Düzdür? Mənim suyum 1000 qram olarsa, məhlulun kütləsi 1500-dür. Bəs burada 200 qram su deyir də. 200 qram su olarsa məhlulun kütləsi nə qədərdir? Bu 5 dəfə az eləyir. 1500-də 5-ə bölündə eləyir 300. Mənim 300 qram məhlulum var. Yəni M-in yerinə 300 qram qoyuram. V-nin yerinə 250 qoyuram. İndi məndən rho-nu istəyir.
Heç bir çevirmə eləmirəm, çünki burada qram bölmüş millilitr istəyir elə. Elə ona uyğun tapıram. 300-də 250-yə böləndə deməli 300 bölək 250. Buradan da alacağım 1,2. Cavab Y variantı edəcək. Başa düşdünüz bunu? İndi gəlirəm 39-a. Müəyyən temperaturda 32,2 qram natrium sulfat və 10 H2O kristal hidratını 82 qram suda həll etdikdə doymuş məhlulu alınır. Natrium sulfatın həmin temperaturda həll olma əmsalını tapın. Deməli, bu götürüb kristal hidratı atıblar suyun içərisinə. Və sonda natrium sulfatın həmin temperaturda həll olma əmsalını istəyir. Baxıram görüm. Mən kristal hidratın ümumi özüdür də. Natrium sulfatı necə taparam? 322-nin içərisində 142 qram natrium sulfat varsa, bəs 32,2-nin içərisində nə qədər natrium sulfat edəcək? Bu da 14,2 eləyir. Mən natrium sulfatın kütləsi 14,2-dir. Ona əsasını tapacağam. Məndən də həll olma əmsalı istəyir. 82 qram suyum var idi. Töküblər də 82 qram su əlavə edirlər. Plus da ki, bu kristal hidratın içərisində də su vardır uşaqlar. 322-nin içərisində 18 vuraq 10, yəni 180 qram su varsa, bəs 32,2-nin içərisində nə qədər su var? Bu da deyir 18. 82 qram su töküblər, 18 qram da kristal hidratın içərisində olub. Deməli, cəmi 100 qram suyum var. Maddə 14,2 qramdır, su da ki 100 qramdır su. İndi mən bunu KH-ı necə tapıram? Suyun kütləsini, daha doğrusu duzun kütləsini 14,2-ni bölürəm suya, vururam 1000-ə. Onda da alacağım 142. Deməli, uşaqlar nə elədik? Birinci 322-dir özünün kütləsi. Onun içərisində gördüm 142 qram duz var. Amma məndə 32,2 deyir də. Onun içərisində görüm nə qədər duz var. Bu elə 14,2. Niyə? Mən oradan natrium sulfatın, kristal hidratın yox, natrium sulfatın həll olma əmsalını hesablamalıyam. Buna görə natrium sulfatı tapıram oradan. Elə də 14,2. KH necə hesablanır? KH bərabərdir. Su üçün M maddə bölək M su hesablanır. Dedim, suda ρ1 deyə həcmdən kütləni eyni götürə bilərik. Maddəm 14,2. Suda 82 qram əlavə ediblər. Plus da ki, bu 32,2-nin də içərisində var da. 322-də 180 isə 32,2-də 18-dir. 82 qram töküblər. 18 də buradan eləyir 100 qram su. Yəni 14,2 bölək 100 vuraq 1000. Burada da alacağım 142. Gəldim 47-ci suala. Deməli, 50 dərəcədə 8 qram doymuş məhlulu 20 dərəcəyə qədər soyutluqda sıxlığı 1,25 qram bölünmüş kub santimetr olan məhlul alınır. Alınan məhlulun həcmini hesablayın. Deməli, 50 dərəcədə 800 qram deyir. Mən də baxıram ki, 50 dərəcədə bu 600 qram bölünmüş litrdir. Yadınızda saxlayın, əsaslı birinci qruplar 100% belə bir sual düşür. Yəni, K verilir, omeqanı istəyir, omega verilir, K-nı istəyir. Mütləq bir-birinə keçidi bilməlisiniz. KH bərabərdir 600 qram bölünmüş litr veribsə, deməli, bu məhlulun kütləsi 1600-dür. Niyə? 600 qram duzum var. 1 litrdən 1000 mililitrdir. Yəni 1000 qrama bərabərdir suda. Suda bu mümkündür. 600 qram duzum var, 1000 qram da suyum. Deməli, mənim məhlulumun kütləsi 1600-dür. Mən baxan kimi görürəm. Hətta indi burada tam ədəd alınmayacaq. Hətta mən omeqanı da tapa bilərəm. Niyə? Duzu bilirəm 600. Məhlulu da bilirəm 1600. Omega kütlə bərabərdir. Duzun kütləsi, yəni 600 bölürəm nəyə? 1600-ə. Duzun kütləsi bölürəm ümumi məhlulun kütləsinə vururam 100-ə. Bu isə həmin duzun məhlulda kütlə payını verir. Yəni K-nı verəndə omegaya, omeqanı verəndə K-ya keçməyə bacarmalısınız. Gəldik nəyə? 50 dərəcədə 600 qram bölünmüş litr nə deməkdir? Yəni 1000 qram suda 600 qram maddə həll olur. Mənim məhlulumun kütləsi eləyir 1600. 1600 qram, uşaqlar, mən burada suyu tapıb sudan işləyəcəm. Niyə? Çünki qızdıranda və ya soyudanda, orada qızdıranda duz daha çox həll olur. Qapalı qabdırsa da. Qızdıranda su daha çox həll olur. Soyudanda da yaxud bulanıqlıq əmələ gəlir. Yəni, həmin o duz həll ediriksə, nəsə həll ediriksə, o başlayır çökməyə.
Yəni çöküntüsü əmələ gəlir, bulanıqlıq əmələ gəlir. Həll olan duzun miqdarı azalır. Amma su dəyişmir. Qapalı qabdır. Burada demir üzərinə nəsə əlavə eləyirəm, ya da su buxarlanır. Suyun həcmi dəyişmir. Duz orada dəyişir. Yaxşı həll olub, artıq həll ola bilər. 20 dərəcə, yəni 20 dərəcəyə düşürdəndə mən 20 dərəcəyə düşürdürəmsə, o duz çökə bilər, yaxşı həll olmayıb qala bilər. Çünki temperatur artdıqca duzların həll olması artır da. Temperatur azalanda həll olma azalır axı. Yəni duz orada məhlula baxanda bulanıqlıq, təsəvvür edin onu. Bulanıqlıq yaranacaq, yaxşı həll olmayacaq. Yəni o formada qalacaq. Ona görə də mən suyu tapıram. 1600-ün içərisində 1000 qram su varsa, sudan işləyirəm. Çünki su dəyişməyəcəkdir. Su necə var elə qalır. Prosta duz azalır. Temperaturu aşağı eləyəndə duzun çökməsi baş verir. Həll olan duzun miqdarı azalır. Qabda demirəm, qabda ümumi dəyişməyəcək. Həll olan məhlulun içərisində sudan qarışan o duzun miqdarı azalır. Çünki çökmə baş verir temperatur aşağı salanda. 1600-ün içərisində 1000 qram su varsa, bəs 800 qram məhlul deyir 50 dərəcədə. 800 qram məhluldur və 800-ün içərisində nə qədər su var? Bu eləyir 500 qram su. 500 qram su dəyişməyəcək. Yuxarıda da 500-dür. Aşağıda da 500-dür. Amma həll olan duzun miqdarı dəyişəcək. Çünki görürük ki, çökmə baş verir. 600 qramdan düşür hara? 250-yə. Baxın nə qədər çökür? 600 çıx 250. Yəni bu qədər 350 qram çökmə baş verir temperatur aşağı salanda. İndi gəlirəm nəyə? 20 dərəcədə 1000 qram suda 250 qram maddə həll olur. Yəni bunun həll olmaz əmsalı 250 qram bölünmüş litrdir. Deməli məhlulun kütləsi nə qədər eləyir? 1250 qram məhlulun kütləsi eləyir. 1250 qram məhlulun içərisində 1250 qram məhluldur. Bax məhluldur. 1250 qram məhlulum olanda mənim suyum 1000 qram idi. 1000 qram idi. İndi su dəyişmir axı. Yuxarıda indi 500 qram suyu gətirib bura qoyuram. Bəs 500 qram suyum olanda məhlulun kütləsi nə qədər eləyir? Bu da eləyir 625. 625. Deməli məhlulumun kütləsi 625-dir 20 dərəcədə. Sıxlıq da 1,25-dir. 625 bölək 1,25. 625 bölək 1,25. Bu da eləyəcək 500. Niyə? M bərabərdir rho V ifadəsinə görə M 625-dir. Rho 1,25-dir. V nəyə bərabərdir? V də bərabərdir eləyəcək burada 500. Mən uşaqlar nə etdik? Birinci suyun kütləsini tapıram. Həmin suyun kütləsi aşağıda da eyni qalacaq, dəyişməyəcək. Prosta həll olan duzun miqdarı azalır. Çünki temperatur aşağı düşdükcə həll olma azalır, çökür. Məhlulun içərisində az duz həll olacaq. 1250 qram məhlulum olur. O 1000 qram suyun içərisində o 1000 qram su saxlayır. Bəs 500 qram su özündə nə qədər məhlul əmələ gətirəcək, nə qədər duz həll eləyəcək, bir yerdə məhlul əmələ gətirəcək, o olacaq 625. Deməli, mənim 20 dərəcədə məhlulumun kütləsi 625-dir. Sıxlıq 1,25-dir. 625 bölək 1,25 alaram 500 ml. 60-da 30 dərəcədə 200 ml suda 500 qram X maddəsi həll edilmişdir. Həll olma əmsalının temperaturdan asılı qrafikdən əsasən bu məhlulu doymuş hala gətirmək üçün necə qram X maddəsi əlavə edilməlidir? 30 dərəcədən qalxıram yuxarı. Baxın, 30 dərəcədən qalxıram yuxarı. Bunun həll olması 200 qram bölünmüş litrdir. Bax, 200 qram bölünmüş litr. 30 dərəcədən qalxanda yuxarı. Yəni bu nə deməkdir? 1000 qram suda 200 qram maddə həll olur deməkdir. 200 qram bölünmüş litr, yəni 1 litr suda 200 qram maddə, o da 1000 qram suda 200 qram maddə həll olur deməkdir. Məndə 200 ml su, dedim ki, suda, bir dənə orada millini qram kimi götürə bilərsən. 1000 qram suda 200 qram maddə həll olursa, bəs 200 qram suda nə qədər maddə həll olur? 5 dəfə az, 200-də 5-ə böləndə eləyəcək 40. Amma bu deyir ki, 40 qram maddə həll olmalıdır doymuş olmaq üçün. Amma bura 5 qram töküblər axı. Nə qədər çatmır? 40 olması üçün 35 çatmır da. Bir dənə suda dediyim kimi millini qram kimi götürə bilərsən. 1000 qram suda 200 qram maddədirsə, 200 qram suda nə qədər maddə həll olur? 40 qram, amma bura 5 qram töküblər. Deməli 35 qram çatmır. Doymuş olması üçün. Başa düşdün Fatimə? Bəli, müəllimə, çox sağ ol. Bu səhifədə yox. Burada?
Burada 64 var. 64 da onun kimi olacaq da. Məsələn 10-da 15-dirsə elə hesablayacaq. Bəli. Burada On- amma 100 qrama görə eləyəsən. 100 qrama, 1000 qrama yox. Çünki özü verib də görürsüz 100 min. Ha, onda onu özüm işləyirəm mən. Bəli. Bir də burada 66 var. 66. Deməli 200 qram suda X maddəsi həll olunaraq 40 dərəcədə hazırlanan doymuş məhlulun kütləsi 250 olub. Baxın. 200 qram suda X maddəsi həll olub. 250 qram məhlul alınıb. 200 qramın üzərinə nə qədər duz əlavə ediblər ki, 250 alıblar. Deməli buna 50 qram duz əlavə ediblər, 250 alıblar da, düzdür? 200 qram suda 50 qram duz həll olursa bizdə nə qədər deyir bax? 100 qram su görürsüz? 100 qram suda da 25 qram maddə həll olmalıdır. Deməli 200 qram suda 50 qram maddə həll olur 40 dərəcədə. 100 qram suda 25 qram maddə həll olur. Onda bunun həll olma əmsalının necə tapırsan? 25 25 bölü 100 vururum. 100 vuraq 1000. Buradan da alıram 250. Niyə 1000? Bildim, çok. Deməli, burada bir də baxaq. Yox, 1000 eləmirik. 1000 1 litr olandadır. Niyə 1000-ə vururam ki? 100-ə vurmalıyam elə. Axı 1000 1 litr olandadır. 1 litr deyil, axı 100 qramını istəyir. Elə 100-ə vurmalıyam, burada da 25 alınır. 1 litr olandadır da, burada 1000 qram olandadır. 67 də eyni şeydə bayaq izah elədiyim məsələ kimidir. Sıxlığı verib burada. İstəyir həcmi. 68. 68 də cümlə. 68. Müəyyən temperaturda maqnezium sulfat suda doymuş məhlulun 252 qramında 12,4 mol. Yox, bax burada sistem tənlik kimi quracağıq. Maqnezium sulfatdır. Bir də sudur. Bunların mol miqdarını bilmirəm. Buna X qoyuram, buna Y qoyuram. Deyir, bunların kütləsi 252-dir. Yəni, bu maqnezium sulfatın kütləsi 120 verməyib. Bunun da kütləsi 18-dir. Yəni, 120 X üstə gələk 18 Y bərabərdir 252. Deyir, 12,4 mol oksigen var. Oksigen 4-dür, vururam X-ə nə qədər ədir? 4X üstə gələk. Burada nə qədərdir? Mol miqdarı oksigen Y bərabərdir 12,4. Sarı getdi, sistem təmin edib. X-i Y-i tapırsan. X-i tapandan sonra deməli bunun duzun mol miqdarını tapmış olursan da, onu vuracaqsan 120-yə bu duzun kütləsi, Y-i də tapmış olursan, onu vurarsan 18-i bu suyun kütləsi. Həll olma əmsalını tapmaq üçün duzun kütləsini böləsən suyun kütləsinə, vurarsan 1000-ə. Başa düşdün? Bəli. Bildim. Bu sistem tənliyi artıq özün evdə eləyə bilərsin. Sonra burada səhvin yoxdur. Şeyden yoxdur. Onda keçdik yeni dərsə. Burada yeni dərsdə də elə böyük bir nəzərə yoxdur. Bir-iki düstur var, ondan istifadə edəcəksiniz. Kütlə payı uşaqlar. Müəllimə. Bəli. Hə? Hə, sən çıx, mən onsuz da dərsin zapisini atacağam. Və burada da elə böyük bir şey yoxdur da. Yəni maddə bölək, məhlul vuraq 100. Bundan istifadə edəcəksən və salam. Oldu, mənim sağ olun. Oldu, sağ ol. Deməli uşaqlar, kütlə payını necə hesablayırız? Omega kütlə payı bərabərdir. M maddə bölək M məhlul vuraq 100. Yəni, həll olan maddənin kütləsinin məhlulun kütləsinə nisbəti vuraq 100. Yəni, bu düsturdan biz həll olan maddənin kütlə payını hesablayırıq. Bir də uşaqlar, əgər bir neçə məhlul verilibsə, bunu qarışdırırıqsa, sonda bizdən ümumi məhlulun kütləsi istənir, daha doğrusu faiz istənirsə, heç vaxt siz omega 1 üstə gələk omega 2 bərabərdir omega deyə bilməzsiniz. Bu belə düzgün deyil. Məsələn, desək ki, 10 faizli 50 qram məhluldan 20 faizli 30 qram məhlulu qatışlarına neyəcək? Çox uşaq götürür, 50 plus 20 yazım ki, 70. Yox, mümkün deyil. Belə hesablaya bilməzsiniz. Onda nə edirik? M1 omega 1 M1 omega 1 üstə gələk M2 omega 2 bərabərdir M son omega son.
Yəni nə edirəm? Məsəl üçün, məsələn, özümdən rəqəm verim, düz çıxmaya da bilər rəqəmlər. Amma ki, əsas odur ki, yolunu deyim, bilin də. Məsələn, mənə deyir ki, 200 qram 20% məhlul ilə deyək 50 qram 10% məhlul qarışdırılıb. Sonda alınan məhlulun deməli kütlə payını tapın. Sonda nə olur? 2 dənə məhlulu qatışdırıram. 200 qram əlimdə məhlul var idi. Üstünə də 50 qram tökdüm. Nə qədər elədi? 250 qram məhlul. Kütlələri toplaya bilərik. Amma omega dəyişir. Niyə? 20% idi. Yəni bunun 20% duz idi, bunun 10%. Sonda başqa faizlə qatılıq olacaq. Ən azından bunu primitiv olaraq gözünüzün qabağına da gətirə bilərsiniz uşaqlar. Toplanmaz. Məsələn, mən 2 stakan şirin çay götürmüşəm. Birində 5 çay qaşığı tökmüşəm, qatıdır. Birində 1 çay qaşığı götürmüşəm, durudur. İndi mən bunu qarışdırıb bir qaba tökəndə onları toplanıb onun şirinliyi daha da artmayacaq ki. Çox şirinlik olanla az şirin olan qarışacaq. Orta bir şirinlik alınacaq. Hər ikisini qarışdırıb orta bir şirinlik alacaq. Yəni azalacaq. Belə deyək, şirinliyi çox olan şirinliyi azalacaq. Belə deyək, qatılığı çox olan, mən ona çox pesok tökmüşəmsə, 5 çay qaşığı tökdüyümün şirinliyi azalacaq. 1 çay qaşıq tökdüyümün şirinliyi artacaq. Axı burada orta şirinliyi alınacaq da, yəni belə deyək də, qatılıq orta həddə çatır. Ona görə bu toplanmaz kəmiyyətdir. Heç vaxt mümkün deyil, qatılığı toplaya bilməzsiniz. İstəyir omega olsun, toplaya bilməzsiniz. Omegaya həm kütlə payı deyirlər, həm də qatılıq deyirlər. Bir-birinin sinonimidir, yaddan çıxmasın. Molyar qatılıq demirəm ha, molyar qatılıq ayrıdır. Bundan sonra molyar qatılıq keçəcək. Bir var qatılıq, qatılıq. Bir də var ki, kütlə payı qatılıq eyni şeydir. Bir də var molyar qatılıq. Yəni molyar qatılıq şeydən işarə olunur, ondan danışmıram. İndi gəldik bura. İndi nə edirik? Sadəcə bunları toplayacaqsan, böləcəksən 250-yə, alacaqsan omeganı. İndi uşaqlar, bir də var ki, eyni kütləlidir. Müxtəlif faizli məhlulların qatışdırılması zamanı onda toplayıb 2-yə bölə bilərsiniz. Eyni kütlə deyir. Məsələn, ikinci suala baxın, eyni kütlə. Bilmirəm hansı kütlədir, amma eyni kütlə. Birincinin də kütləsini M götürürəm, vururam ona. Yenə həmin düsturda ha, M1 omega 1 üstə gələ M2 omega 2 bərabərdir M son omega son. Birincinin də kütləsini M götürürəm, vururam ona. Üstə gələ ikincinin də kütləsini M götürürəm, vururam 40-a bərabərdir. Bu kütlələrin cəmi, yəni 2M vuraq omega. Bu M-lər buradan ixtisar gedəcək. M-lər ixtisar gedəcək. Nə olur? 10 üstə gələ 40 bölə 2. Yəni, bizə düşsə ki, eyni kütləli, müxtəlif faizli məhlulları qatışdırırıq. Onda bəli, oradakı faizləri toplayıb 2-yə böləcəksiniz. Çünki bunların kütlələri eynidir. Nəticə toplayıb 2-yə böləcəksiniz. Sübut elədik də. M1 omega 1. Yəni, M1 də, M2 də kütlələri eyni olduğuna görə M vuraq 10, üstə gələ M vuraq 40. Bölürəm kütlələrin cəmi 2M vuraq omegaya. Bax belə. Bu belə. Bir də uşaqlar, bizdə ən çox soruşulur ki, məsəl üçün 20% ilə 50% məhlulları qatışdırdıqda hansı faizli məhlul ala bilmərik? Uşaqlar, yəni bunların ikisini qatışdırdıqda hansı faizlini götürə bilmərik? Mütləq bunların aralığında bir qatılıq ala bilərik. Mütləq bunların aralığında. Ya 20%-dən aşağı götürə bilmərik, ya da 50%-dən aşağı. Yəni variantların içərisində elə bir variant seçəcəksiniz ki, 20-50% arası qiymət götürsün. Yəni 50%-dən yuxarı ala bilməzsiniz, çünki mənim qatılığım o həddə deyil. 20-dən də aşağı götürə bilməzsiniz. Mütləq 20-50 arası rəqəmlər seçə bilərsiniz. Məsələn, 9-cu suala baxın. 20% məhlul su ilə qarışdıqda hansı məhlulu hazırlamaq olmaz? Su deyir. Suyun heç bir faizi yoxdur. Faiz nədir? Oradakı duzun miqdarını göstərir də. Məsələn, 200 qram 10% məhlul deyirsə, deməli bu 200 qram məhlulun 10% duzdur. Yerdə qalanı sudur. 200-ün 10% eləyir 20 qram. Yəni bu 200 qram məhlulun 20 qramı duzdur, 180 qramı sudur. İndi mən nə deyir? 20% məhlul, yəni burada 20% duz var birinci məhlulun içərisində. Su. Su amma 0% uşaqlar, 0%. Çünki suyun içində duz yoxdur da. Adi su götürürsən. Deyir, hansını almaq olmaz. Bu aralıqda götürə bilərsən. Ondan kiçiyini ya da böyüyünü ala bilməzsən. 0-dan 20-yə qədər. 0-dan 20-yə qədər 5, 0-20 arasındadır, 18, 0-20 arasındadır, 15, 0-20 arasındadır, 10, 0-20 arasında, amma 25 ondan böyükdür. Bunu almaq mümkün deyil. Adi suyun heç bir faizi yoxdur, içində duz yoxdur ona görə.
Bu belə. İndi gəldik duzun həll olma əmsalını bildikdə kütləyə keçid. Məsələn, duzun həll olma əmsalı 1500 qram bölünmüş litrdir. Mən omegaya necə keçirəm? Bu nə deməkdir? 1500 qram duz 1000 qram suda həll olur deməkdir. Mən kütlə payını necə taparam? Duzun kütləsi, yəni 1500 bölürəm. Duzdan suyun kütlələri cəminə, yəni 2500-ə vururam 100-ə. Bunları da ixtisar eləsəm, alacam 60% uşaqlar, 60%. Bir də məhlul məsələlərində harada istifadə edirik? M bərabərdir ρB düsturundan. Məsələn, 18-ci suala baxın. 1.5 qram bölünmüş kub santimetr 400 ml məhlulda 350 qram maddə həll olur. Həll olan maddənin kütlə payını tap. Yenə omega bərabərdir. M maddə bölək M məhlul. Maddənin yerinə 360 qram yazıram. Amma məhlulun yerinə M bərabərdir ρB düsturundan istifadə edirəm. Məhlulun sıxlığı verib 1.5. Həcmi verib 400. Yəni 1.5 vuraq 400 yazıram məhlulun kütləsinin yerinə və burada hesablamamı aparıram uşaqlar. Yəni burada da onu nəzərə alın. Sonra üzərinə su əlavə eləyəndə qatılıq azalır. Suyu buxarlandıranda qatılıq artır. Bir də 36 tipli suallardan nə deyə bilərəm? Uşaqlar, bəzi maddələr var ki, H xlordur, H bromdur, H yoddur, CO2-dir, suda məhlul turşudur, yoxsa özü qaz halındadır. Ondan sonra SO2-dir, suda məhlul turşudur, özü qaz halındadır. Yəni NH3-dür, suda məhlulu bunun NH4OH əmələ gətirir, zəif əsas amma özü qaz halındadır. Yəni bunların suda məhlullarını buxarlandıraq deyəndə, yəni buradan belə buxar çıxanda bunun birinci özləri çıxacaq, su qalır. Çünki özləri qaz halındadır. Mən bunu suda həll eləyib turşu almışam. Özləri qaz halındadır. Ona görə mən bunu buxarlandırsam, birinci bunlar özləri uçacaq. Bunu qeyd edeyim mütləq. H xlor, H brom, H yod. Bunlar halogenlərin hidrogenli birləşmələridir. Karbon qazı da SO2-də NH3-dür. Amma qalanlarını qızdıranda su uçur. Çünki onlar uçucu deyil. Su uçacaq, özləri uçmayacaq. Bax belə. İndi gəldik nəsə. Məsələn, 38 tipli məsələlərə. 38 tipli məsələlərdə burada uşaqlar görürsünüz ki, x qram su girir, x qram su çıxır. X qram girir, x qram çıxır. Yəni, heç bir dəyişiklik baş verməyəcək. Elə ki, buradan girir, oradan çıxır, oradan girir, buradan çıxır. Yəni, burada heç bir dəyişiklik baş verməyəcək uşaqlar. Faizi nədirsə orada qalır. Yəni, 38-dir, 39-dur, bax bunlarda. Heç bir dəyişiklik baş verməyəcək. Faizi nədir? O da qalır. Çünki necə var girir, elə də çıxır da. Elə bir dəyişiklik baş vermir. Amma bəzən fərqli tipdə olur. İndi bunu hələ ki eləyərsiniz. Növbəti dərs fərqli tipdən sizə sual verərəm. Gəldik 40-cı. Məsəl üçün deyir 100 qram 20% barium xlor məhlulunla 200 qram 20% məhlulu qarışdıqdan sonra məhlulda hansı maddələr qalar? Məhlulun içərisində, yəni məhlulun içərisində üzər balıq kimi. Dibinə çöküb qalmaz. Yazıram barium xlorid, üstə gələk, natrium sulfat, alınacaq buradan barium sulfat, üstə gələk natrium xlor. Natrium xlorun qabağına nə qoyacam? 2. Çünki 2 natrium var, 2 dənə də xlor var. Qabağına 2 qoyuram. Barium sulfat çökür. 20,8 100 qram 20,8 faizli, yəni bu 20,8 qram deməkdir. 100 qram 20 faizli, yəni bu da 20 qram deməkdir. 20 qram deməkdir. Barium xloridin kütləsi özü 208-dir. Bunun da kütləsi 142-dir. İndi belə avtomatik də tapa bilərsiniz. 208-ə 142 qram natrium sulfat lazımdırsa, 20,8-ə də uşaqlar 14,2 qram lazım olacaq. Amma bizə 20 qram götürülüb də. 14,2 qram lazım olacaq. Bunun 20-14,2, yəni müəyyən qədəri artıq qalacaq da. Heç çıxıb 5,8 qram edir. Yəni 5,8 qram natrium sulfat artıq qalacaq. Amma barium sulfatda çökür. Bundan işim yoxdur. İndi məhlulda deyir hansı qalır? Məhlulda bax bu maddələri görürsünüz. Məhlulda bu maddələr qalır. Niyə? Barium sulfat çökür, ondan işim yoxdur. Artıq barium sulfat idi.